Yaxşı. Deməli, o da başlayıram bizdə kəsirlər. Yazıram bura mövzunun adını. Aha. Uşaqlar, A bölünsün B şəklində verilən ədədlərə kəsirlər deyilir. Burada A da B-dən natural ədəd olmalıdır. Yəni, burada mənfi olmaz. Normalda mənfi kəsir var, o adi kəsir sayılmır, o rasional kəsirdir. A bölünsün B şəklində olan ədədlərə biz natural ədədlərdən yaranır kəsirlərimiz deməli, A da B də natural ədədlərə daxil olmalıdır. İndi burada kəsirlərin iki növü var. Düzgün kəsirlər və düzgün olmayan kəsirlər. Əgər surət məxrəcdən az olarsa, onda bu kəsir düzgün kəsir olacaq. Düzgün kəsir. Deməli, surət məxrəcdən azdırsa düzgün kəsirdir. Məsələn, yazıram ki, 13-də 7. Bu düzgün kəsirdir. 27-də 19. Bu düzgün kəsirdir. Məsələn, yazıram 37-də 36. Bu düzgün kəsirdir. Əgər mən desəydim ki, surət məxrəcdən böyük və həm də məxrəcə bərabər olarsa, onda bu düzgün olmayan kəsirdir. Məsəl üçün, 17-də 18 düzgün olmayandır. 23-də 23 düzgün olmayandır. 27-də 89 düzgün olmayandır. Bunları yəqin ki, hamı bilər, üstdən keçirəm sadəcə. Sonra, yeni kəsirlərin uşaqlar toplanmasına, çıxılmasına, vurulmasına, bölünməsinə gəldikdə. Birinci yazıram toplama. Məsələn, kəsirləri toplayanda, əgər məxrəcləri eynidirsə, olduğu kimi qalır, sürətlər toplanacaq. Məsələn, 7-də 1 üzərinə gəlinsin 7-də 4. Bu bərabər nəyə? Məxrəc olduğu kimi qalır, sürətlər toplanacaq. 1 üzərinə gəlinsin 4. Bu da eləyəcək 7-də 5. İkinci növbədə məxrəcləri fərqli olsaydı, biz məxrəcləri eyniləşdirməliyik. Məsələn, yazıram ki, burada 12-də 5 üzərinə gəlinsin 6-da məsəl üçün 1. Bunları toplamaq üçün Salam uşaqlar hər müəllim, necəsiz? salam Günay, sən necəsən? Yaxşıyam, sağ olun. Olasan. Deməli, bunların məxrəci hər ikisinə 12 olaraq ortaq ola bilər. Tutalım ki, ağlınıza gəlmir neçə olduğu. Baxıram ki, 12 6-ya bölünür də onsuz da. Yəni, bu 12 bunlarda ortaqdır. Bunu 12 eləmək üçün 2-yə vurmalıyam. Onda olacaq birinci kəsir 12-də 5 özü olduğu kimi. İkinci kəsiri 2-yə vuranda olacaq burada 12-də 2. Toplayanda məxrəc qalacaq. Sürətləri toplayacağıq. 5 üzərinə gəlinsin 2. Eləyəcək 12-də 7. Məsələn, indi bu sadə idi. 12-nin altını rahat görmək olurdu. Tutalım ki, belə bir kəsir verəcək mənə. 36-da 17 üzərinə gəlinsin. Məsələn, deyərim ki, 24-də 5. Deyək, kəsirləri toplayın. 36 ilə 24-dən neçənin bölündüyünü bilmirəm, tutalım ki. Baxan kimi ağlıma gəlmir. Onun üçün nə etmək lazımdır? Əvvəlcə bu 36 ilə 24-ün əkobunu tapacaqsınız. Əkob 36, 24. Bilməyənlər üçün öyrənmək istəyirsinizsə, bu şəkildə yazın və hesablamanızı aparın ki, rahat getsin sizdə. 36-nı vuruqlara ayırıram. 2-yə böləndə 18, 2-yə böləndə 9, 3-ə böləndə 3, 3-ü 3-ə böləndə 1 qaldı. Sonra 24. 24-ü vuruqlarına ayırıram. 2-yə böləndə 12, 2-yə böləndə 6, 2-yə böləndə 3, 3-ü 3-ə böləndə 1 qaldı. Hər ikisində eyniləri dairəyə alırdıq əkobu hesablayan zaman. Məsələn, burada 2 var, burada da 2 var, burada 2 var, yenə burada da 2 var, burada 3 var, burada da 3 var. İndi nə edəcəyik biz burada? Deməli, bunların əkobu olacaq neçə? Ya 24-ü götürürəm 3-ə vururam, 24 vurulsun 3 yazmalıyam. Ya da ki, 36-nı götürürəm, o tərəfdə artıq 2 qalıb, həmin 2-yə vururam. 36 vur 2. Deməli, 24-ü 3-ə vuranda da 72 eləyəcək. 36-nı 2-yə vuranda da 72 eləyəcək. Yəni, bunların əkobu 72-dir. Hər ikisinə ortaq məxrəc 72 olmalıdır. İndi bu 36 nəyə vururdular? Burada görürəm ki, 2-yə vururdular. Onda mən həm bunun məxrəcini, həm sürətini 2-yə vurmalıyam. 24-ü isə mən nəyə vurmalıyam? Görürəm ki, 3-ə vurulubdur. Onda həm sürətini, həm məxrəcini 3-ə vurmalıyam. Birinci kəsir olacaq 72-də 17-ni 2-yə vuranda 34. Üzərinə gəlir. İkinci kəsir olacaq 72-də 5-i 3-ə vuranda 15 olacaq. Bunları toplayanda alacağıq burada 72-də 49. Aydın oldu mu? Bəli. Yəni bilməyəndə əkobu tapırsınız. Sağ ol. O şəkildə də əkobla ortaq məxrəc eləyib hesablayırsınız. Yəni öyrəşənə qədər bunu eləmək vacibdir uşaqlar. Sonra gəlirəm indi bunların çıxılmasına. O toplanma ilə yazıram çıxılması. Çıxılma da eyni şəkildə həll olunacaq. Yəni hansı ki biz toplamada nə iş görmüşdüksə çıxmada da eyni şəkildə eləyəcəyik. Məsələn yazıram bura 17-də 8 çıxılsın 17-də 4.
Çıxmada deməli məxrəc eynidirsə, olduğu kimi qalır, sürətləri çıxırsınız. Yəni 8 çıxılsın 4 yazırsınız, eləyəcək 17-də 4 şəklində. Məsələn, əgər mən deyirəmsə, məxrəcləri müxtəlifdir. Məsələn, yazıram bura 18-də 7 çıxılsın, məsələn, ya 24-də 3. 3 olmasın, lap 5 olsun. Fərqi yoxdur. Deyək gəl bunları çıx. Fikirləşirəm ki, 18 ilə 24 ortaq neçə olar? Hələ ki ağlıma gəlmir. Ağlıma gəlmək üçün nə etməliyəm? Gördüm rad riski tapa bilmirəm. Onda vuruqlarını ayrı və köblarını taparam. 2-yə böləndə 9 qalır, 3-ə böləndə 3 qalır, 3-ü də 3-ə böləndə 1 qalacaq. 24-ü vuruqlarına ayırın. 2-yə böləcəksiniz, qalacaq 12. 2-yə böləcəksiniz, qalacaq 6. 2-yə böləcəksiniz, qalacaq 3. 3-ə böləcəksiniz, qalacaq 1. Eyniləri dairəyə alırdınız burada. Yəni burada da 2 var, burada da 2 var. Burada 3 var, burada 3 var. Başqa heç bir şey yoxdur. Ya deməli 24-ü götürməliyəm buradan. Artıq qalıb burada 3. Bu 3-ə vurmalıyam. Olmalı 72. Ya da digər tərəfdə 18 var. Bu 18-i götürməliyəm. Burada qıraqda artıq qalan 2-lər var. Həm 2-yə, həm 2-yə vururam. Bu deyilir 72. Yəni 4-ə vurmuş sayılıram da. Onu da eyniləşdirmək üçün 18 olan yeri 4-ə vurmalıyam ki, 72 eləsin. 24 olan yeri isə 3-ə vurmalıyam ki, 72 eləsin. Olacaq birinci kəsir 72, 7 dəfə 4, 28. Çıxılsın, ikinci kəsirdə məxrəc 72, 5 dəfə 3, 15. Bu da bərabər 72 qalacaq, 28-dən 15-ini çıxacaqsınız, qalacaq cavab 13. 72-dən 13 oldu. Aydın oldu mu? Bəli. 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 Bu da məxrəci müxtəlif olan kəsirlərin çıxılması. Sonra uşaqlar var, qarışıq kəsirlər. Qarışıq kəsir nədir? Qarışıq kəsir bu formada yazılır. A tam, B-də C. Belə oxunur da. A tamdır, B məxrəc, C sürət. Məsəl üçün yazıram 4 tam, 7-də 3. Bu qarışıq kəsirdir. Məsələn, yazıram buraya 2 tam, 5-də 1. Bu qarışıq kəsirdir. Qarışıq kəsiri düzgün olmayan kəsirə çevirəndə məxrəc olduğu kimi qalır. Bu 7-ni bu 4-ə vururam 28, üzərinə buradakı 3-ü gəlirəm. Olacaq 7-də 31. Digərinə baxıram. 5 məxrəcdə qalır. Bu 5-i bu 2-yə vururam 10, üzərinə yuxarıdakı 1-i gəlirəm 11. Yəni biz bunu düzgün olmayan kəsirə çevirmiş olduq. İndi baxıram bunun tərsinə. Düzgün olmayan kəsiri qarışıq kəsirə necə çevirərəm? Məsələn, buraya yazırlar 29 bölünsün 5. Bunu çevir deyir. Mən nə etməliyəm? 29-u bölməliyəm 5-ə. Lap şifahi bölənmirsən, çubuqlu bölmə ilə böl. 5 dəfə 5, 25. Qalıq qalacaq 4. Buradakı surətə yazılmalıdır. Tam da ağzımızda tam deyil də qismətə yazılır. Yəni 5 tam, məxrəc zaten 5 idi. Qalığımız 4 qalıb. Bunu da yuxarı yazmalıyıq. Aydın oldu. Bu olur qarışıq Bəli. kəsir çevrilməsi. Bəli. İndi qarışıq kəsirlərin toplanması, çıxılması deyəndə. Məsələn, yazıram bura toplanması. Toplama. Məsələn, yazıram ki, 1 tam 7-də 2 üzərinə gəlsin 4 tam 7-də 3. Bu şəkildə verilən misallarda əgər məxrəcləri eynidirsə, tamla tam toplanacaq, sürətləri də 1 toplanacaq. Bura 1 tam, bura 4 tam. Toplayanda 5 tam elədi. Məxrəc özü olduğu kimi qalacaq. Bu 2 ilə də bu 3-ü toplayacaqsınız. Buraya yazacaqsınız 5. Olacaq 5 tam 7-də 5. Tutalım ki, belə yazıram. 7-də 3 üzərinə gəlsin 1 tam 7-də 1. Bunu topla deyir. Nə olsun bunun tamı yoxdur? Yəni bu 0 tam deməkdir özü. Tam yazılmır axı ora. Avtomatik tamı yoxdur. Elə bir tamın özünü yazıram. Məxrəc qalır 7. Yuxarıdakı 3 ilə də 1-i toplayırsınız. Buraya yazırsınız 4. Olacaq 1 tam 7-də 4. Sonra indi bunların qarışıq formasına baxaq. Ya da tamla qarışıq kəsiri toplayaq. Məsələn, yazıram 3 üzərinə gəlsin 4 tam 2-də 1. Toplayanda 3 tamla 4 tam toplayırsınız. 7 tam eləyir. Burada yazırsınız 2-də 1. Olacaq 7 tam 2-də 1. Sonra indi gəlin bunların məxrəcinin müxtəlif olan hallarına baxalım. Məxrəci müxtəlif olanda. Məsələn, yazıram bura 2 tam 4-də 3 üzərinə gəlinsin 1 tam 5-də 1. Bunu topla deyir. Mən nə etməliyəm? Ya bunu düzgün olmayan kəsrə çevirib məxrəcləri eyniləşdirməliyəm, ya da elə bəri başdan məxrəci eyniləşdirirəm. 4 ilə 5-ə ortaq məxrəc 20 olar. Düzdürmü? Bunu 20 eləmək üçün 5-ə vurmalıyam. Həm sürətini, həm məxrəcini. Bunu da 20 eləmək üçün həm sürətini, həm məxrəcini 4-ə vurmalıyam. Bərabərdir. Birinci kəsir olacaq 2 tam 20-də 15. Üzərinə gəlib 1 tam 20-də 4. Toplayanda 1 tamdan 2 tam mənə verəcək 3 tam. Məxrəc 20 qalacaq. 15-in üzərinə 4 gələndə 19 eləyəcək. Bu da olacaq bizim kəsirin cavabı. Başa düşdünüz? Bəli. Bəli. Aha. Gəlin indi baxaq bunların çıxılmasına. Çıxılmada uşaqlar diqqətli olmaq lazımdır. Çünki siz burada çıxılması. Burada mənfi ala bilərsiniz.
Ona görə diqqət yetirin ki, düzgün şəkildə hesablayasınız. Məsələn, yazıram ki, 4 tam 8-də 5 çıxılsın 3 tam 8-də 1. Bunu rahat şəkildə çıxa bilərsiniz. 4 tamdan 3 tam çıxanda 1 tam qalır. 8 qaldı burada. Bu 5-dən də bu 1-in çıxanda 4 qaldı. Burada problem yoxdur. Hətta burada 8 ilə 4-ü ixtisarlaya bilərsiniz 4-ə. Qalır 1 tam 2-də 1. Bu şəkildə kəsir saxlaya bilərsiniz. Məsələn, yazıram ki, mən bura 6 tam 11-də 5 çıxılsın 2 tam məsələn deyirəm ki 11-də 7. Bunu çıx deyir. Niyə edəcəksən? Baxıram ki, mən bu 6 tamdan 2 tamı çıxa bildim, amma bu 5 tamdan 7 tamı çıxa bilmərəm. Düzdürmü? Orada mənfi olmaz da. Normalda kəsiri çıxanda mənfi alına bilir, amma burada tamı böyük olandan tamı kiçik olanı çıxanda necə mənfi qalsın? Məntiqsizdir də. Onda nə edirsiniz? Bunun iki yolu var. Ya düzgün olmayan kəsrə çevirib ortaq məxrəc onsuz da eynidir. O şəkildə yazırsınız. Ya da buradan birini xırdalayırsınız. Yəni bu 6 idi. Artıq 6-nı 5 eləyirəm. Məxrəc qaldı burada. Bu sürətlə məxrəci toplayıram. Bu 11 üstünə 5 gəlirəm, 16 sürətə yazıram. Yəni bir növ sürəti biz böyütmüş olduq. Aydın oldu, rahat çıxa bilək deyə. Tamı azaldıram, məxrəclə sürət toplayıb sürətə yazıram. Belə yaza bilərsiniz. Çıxılsın 2 tam 7-də, daha doğrusu 11-də 7. İndi baxıram ki, çıxa bilirəm. Görürsən 16-dan 7 çıxmaq olur. İndi 5 tamdan 2 tam çıxanda 3 tam qalacaq. Məxrəc 11, 16-dan 7 çıxanda 9. Gördünüzmü necə normal bir cavab alındı? Məsələn, başqa bir nümunə yazıram. Deyirəm ki, 8 tam 13-də 7 çıxılsın 5 tam 13-də 10. Bunu çıx deyir. Baxıram ki, mən burada 8 tamdan 5 tam çıxa biləcəm. Amma 7-dən 10-u çıxıb durdurub ora mənfi yazmaq olmaz. Ona görə mən nə etməliyəm? Bu 8 tamı azaldıram, 7 tam yazıram. Məxrəc özü qalacaq. Yəni bu 13 ilə də bu 7-ni toplayıram, 20 yazıram sürətə. Çıxılsın nə var? Özünü köçürdürəm. 5 tam 13-də 10. Çıxanda 7 tamdan 5 tam çıxıram, 2 tam qalacaq. Məxrəc olduğu kimi 20-dən 10 çıxanda 10 qaldı. Başa düşdünüz uşaqlar? Bəli. 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 Bu şəkildə çıxa bilərsiniz. Sonra tutalım ki, o şəkildə çıxa bilmirsiniz. Məxrəclər də fərqlidirlər. Onda nə edəcəksiniz? Məsələn, yazıram bura 3 tam 4-də 1 çıxılsın 2 tam 3-də məsəl üçün 2. Bunu çıxın deyir. Baxıram ki, bunların məxrəcləri bir-birindən fərqlidirlər. Biri 4 tamda, biri 4 ilə yazılır, biri 3 ilə yazılır. Ya bayaq öyrətdiyim kimi bu tamını xırdala yaz. Onsuz da sən məcbursan ki, bu 4 ilə 3-ü eyniləşdirəsən. Başqa yolun yoxdur. 4 ilə 3-ə ortaq məxrəc 12 olar. Birincini 12 eləmək üçün 3-ə vurmalısan. Onda sürəti də 3-ə vuracaqsan. İkincini 12 eləmək üçün 4-ə vurmalısan. Onda sürəti də 4-ə vuracaqsan. Birinci olacaq o zaman 3 tam 4, 12-də 3 çıxılsın 2 tam 12-də 8. Hə, baxıram ki, 3 tamdan 2 tamı çıxacaq, problem yoxdur. Amma sürətdəki 3 tamdan 3-dən 8-in çıxa bilməyəcəm. Onda qayda olaraq nə etmək lazımdır? Bu 3 azaldıram, 2 tam eləyirəm. Məxrəc özü qaldı. İndi bu 12 ilə də 3 toplayıram, 15 yazıram sürətə. Çıxılsın 2 tam 12-də 8. İndi 2 tamdan 2 tam çıxanda 0 tam yazılmır. Məxrəc qaldı. 15-dən də 8-in çıxanda 7 qalacaq. Cavab oldu 12-də 7. Başa düşdünüzmü? Bəli. Bəli. Bu oldu deməli kəsirlərin çıxılması. İndi tamdan kəsiri çıxanda, toplayanda rahatlıqla necə eləmək lazımdır onu deyəcəm sizə. Yazıram tamdan çıxılsın kəsir. Tam çıxılsın kəsir yazıram. Məsələn yazıram mən bura 1 çıxılsın 4-də 3. Bunu hesablayanda yadda saxlayın. Məxrəc 4 qalacaq. Ən rahat yol nədir? Bu 4-ü bu 1-ə vurursunuz, eləyir 4. Qayıdıb buradakı 3-ü çıxırsınız. Eləyəcək o zaman 1. Aydındır. Məsələn yazıram bura 2 çıxılsın 7-də 3. Nə edəcəm? 7-ni vururam 2-yə 14, çıxıram 3-ünü 11. Sürətə 11, məxrəcə 7 yazıram. Bu şəkildə hesablayacaqsınız. Məsələn yazıram ki, 1 üzərinə gəlsin 4-də 1. Bunun ən çox testlərimizdə bunu toplama ilə yazırıq da. 4-ü 1-ə vurursunuz 4, üzərinə 1 gəlirsiniz 5. Normalda 1 tam 4-də 1 yazmaq olar, amma bəzi testlərdə əksəriyyətən bunu düzgün olmayan kəsrə çevirməlisiniz ki, siz orada rahatlıqla ixtisar eləyə, vura bölə biləsiniz. Məsələn yazıram indi bura 3 çıxılsın 2 tam 4-də 1. Bəziləri durur burada 3 tamla 2 tam çıxır yazır ki, müəllim 1 tam 4-də 1 elədi. Olmaz. Elə yazmaq. Bu 3 tamı yazıram öz yerində çıxılsın. Bunu düzgün olmayan kəsrə çevirin. 4-ü vururam 2-yə 8, bir dənə də burada oldu 9. İndi hesablama ola bilər. Məxrəc 4 yazıram. İndi bu 4-ü vururam bu 3-ə 12, 9-un çıxıram 3.
Cavab oldu 4-də 3. Başa düşdünüzmü? Bəli. Bəli. Aha. İndi bəzi qarışıq tipli kəsirlərin hesablanması var. Gözləyin bizə dəqiqə. Mən ondan sizə buradan kitabdan deyim. Misal kitabında vardır. Biraz qarışıq. Olur ki, qəliz suallar olur. Deyir, bunu hesablayın, alacaq. Uzun tər suallar. İşte belə deyək. Aha. İndi baxıram. Məsələn, birinci. Belə bir misal verirəm. Bunun hesablanmasına baxalım. Tamam ki, yazır ki, burada 2 tam 4-də 1 vurulsun. Üstə 2-nin kvadratı. Üstə 2-nin kvadratı. Məxrəcə yazıblar ki, 7-də 5 bölünsün 3 tam 2-də 1. Deyir, bunu hesabla. Bu misalı hesablayanda birinci növbədə siz yadda saxlamalısınız ki, elə bil bizim bir dənə asfaltımız var. Asfaltın sağı və solu var. Yəni, əsas kəsir xəttini unutmayın ki, hara yazmaq lazımdır. Bu, sarı rənglə göstərdiyim əsas kəsir xəttidir. Və bunu unutmayın. Bunun sürətini ayrıca hesablayıram. Məxrəcini də ayrıca hesablayıram. Sonra gətirib yerinə yazıram ki, qarışıq düşməsin. Birinci sürətini hesablayaq gəl. A yazıram bura. 2 tam 4-də 1 vurulsun 3'də 2'nin kvadratı. Bərabərdir. 2 tam 4'də 1 çevirirəm düzgün olmayan kəsrə. 4'ü vururam 2'yə, üstünə 1 gəlirəm, elə də 9. Vurulsun. Burada kvadrat var. Həm 3'ün kvadratı 9, həm də 2'nin kvadratı 4 eləyəcək. Baxıram 9 ilə 9, 4 ilə 4 ixtisar getsə, burada 1 qalacaq. Deməli, surətin cavabına biz 1 tapdıq. Keçirəm indi ikinci məxrəci hesablamağa. Yəni 7'də 5 bölünsün. 3 tam 2'də 1 hesablayırıq indi. Buradan yazıram onda 7'də 5 olduğu kimi qalacaq. 3 tam 2'də 1-i əvvəlcə qarışıq kəsirdən düzgün olmayan kəsrə çevirməliyəm. 2-ni vururam 3'ə 6, bir də burada 7 olacaq. Bu da bərabərdir. Nə etmək lazımdır? Birinci kəsir olduğu kimi qalacaq 7'də 5 vurulsun. İkinci kəsiri tərs çevirməliyəm. Yəni 7'də 2 yazmalıyam. Bu da bərabərdir. Baxıram ki, ixtisar yoxdur. O zaman məxrəcə vururam 49. 2-ni də 5'ə vururam. Sürətdə olacaq 10. Bu da oldu mənim məxrəcim. Üçüncü addımda nə edirəm? Gətirirəm burada. Sürətin cavabını hesablayıb 1 almışdım. Məxrəcin cavabını hesablayıb 49'da 10 almışdım. İndi bu böyük kəsir xətti nə deməkdir? Adi bölmə deməkdir. Biz bölümü ilə əvəz edə bilərik. 1 bölünsün 49'da 10 yazın. Əgər mən 1-i bu 49'da 10'a bölürəmsə, deməli ikincini tərs çevirməliyəm. Onsuz da bu birin mənası yoxdur. Cavab olacaq 10'da 49 və yaxud da ki 4,9. Hər iki hal doğrudur. Aydın oldu mu? Bəli. Bəli. Yaxşı. Biraz qarışıq misallardan yenə yazıram ki, öyrəşin ki, nə yazmaq lazımdır. Məsələn, yazır indi belə bir sual. Deyir ki, 1 tam 2'də 1 kvadratı üzərinə gəlinsin 8'də 7 vurulsun 2 mötərizəni bağladı, vurulsun yeni 9 yazır. Məxrəcə də yazır ki, 5'də 4 mötərizənin kvadratı vurulsun 100 çıxılsın 3'də 2 vurulsun 15. Bərabərdir. Bunu hesablamalıyıq. Yenə baxmalısınız ki, əsas kəsir xəttiniz sizin hansıdır? Və bu ortadakı bu sarı kəsir xəttidir. Bunun üstünü ayrı hesablamalısınız. Altındakı hissəni də ayrı hesablamaq lazımdır. Birinci üstdəkini köçürdürəm. Deməli, 1 tam 2'də 1'in kvadratı var. Onu düzgün olmayan kəsrə çevirirəm. Yazıram 2'də, 1'i 2'yə vururam. 2 üzərinə 1 gəlirəm 3. Bunun kvadratı. Sonra üzərinə gəl. 8'də 7 vurulsun 2. Bir də lap böyük mötərizədə sonda yazıblar vurulsun 9. Biz birinci bunu hesablayırıq. Sürəti bərabərdir. Burada nə etmək lazımdır? İndi burada kvadrata yüksəldirəm. 2'nin kvadratı 4, 3'ün kvadratı 9. Olacaq bura 4'də 9. Plus. İndi uşaqlar fikir verin bura. Buradakı mən 8 ilə 2'ni ixtisar edə bilərəm də. Yəni 2'ni 2'yə bölərəm. Burada qalar 1. 8'i 2'yə bölərəm. Burada qalar 4. Yəni mən o da 4'də 9'dan sonra yaza bilərəm ki, yenə 4'də 7. Aydındır? Burada 4'də 7 qaldığı üçün. Bağladım. Ən sonda qıraqda vurulsun 9 var. Bərabərdir. Toplayanda bunları 4 məxrəcdə qalır. 9 ilə 7'ni toplayıram 16 eləyəcək. Məxrəcə 9 yazıram. Bu da bərabərdir. İndi 16'nı 4'ə böləndə 4 qalır.
Yanında vurulsun 9 var. 4 9-a vurdum 36. Deməli, bu bizim kəsrin sürətinin qiyməti oldu. Keçirəm indi məxrəci hesablamağa. Məxrəcdə yazılan ifadə ikinci ifadədir. Bura yazıram 2. Köçürdüm həmin ifadəni. 5-də 4-ün kvadratı vurulsun 100. Çıxılsın 3-də 2 vurulsun 15 yazılıbdır. Bərabərdir. Birinci kvadrata yüksəldəcəm. Qüvvət birinci olur. Sonra vurma bölmə olacaq. Yadda saxlayın bunu. Bu bərabərdir. 5-də 4-ün kvadratı deyəndə 5-in kvadratı 25, 4-ün kvadratı 16. Vurulsun 100, çıxılsın 3-də 2, vurulsun 15. Baxın, heç nəyə qarışıq-qarışıq yazmıram. Hamısını sadə-sadə hesabla sırayla yazın ki, qarışıq düşməsin. Çünki bunlar biraz qarışıq misallar olanda adam çaşbaş qalır. 25 25-ə 1, 125-ə 4 ixtisar elədik. Qaldı burada 16 vurulsun 4. Sonra çıxılsın var. 3-ü 3-ə 1, 15-i 3-ə 5. Qaldı burada 2 vurulsun 5. Bu da bərabərdir. 16-nı 4-ə vurdunuz 64, 2-ni 5-ə vurdunuz 10. Çıxanda qaldı burada 54. Bu da məxrəcin qiymətidir. Deməli, sürətə 36, məxrəcə 54 tapmışıq. Gətirək indi qiymətin yerinə yazaq. Sürətin cavabı 36 oldu, məxrəcin qiyməti 54 oldu. Hər ikisini 18-ə ixtisar edirəm. 36-nı 18-ə böləndə 2, 54-ü 18-ə böləndə 3. Düzgün cavab olacaq 3-də 2. Başa düşdünüz uşaqlar? Bəli. Yəni, bu misal həll eləyəndə ardıcılıqla həll etsəniz, heç bir qəliz çətin bir şey yoxdur. Bunları nəzərə yetirin, diqqət yetirin. Yaxşı. Bir dənə də izah eləyim. Üçüncü tapşırıq kimi. Məsələn, bir dəfə də belə misal yazıram. Deyir ki, 1 çıxılsın 3-də 1 vurulsun, 1 çıxılsın 4-də 1 vurulsun, 1 çıxılsın 5-də 1. Keçirəm indi məxrəcə. Məxrəcdə yazır. 1 üstə gəl 3-də 1 vurulsun, 1 üstə gəl 4-də 1 vurulsun, 1 üstə gəl 5-də 1. Bunu yazdı. Bərabərdir. İndi gəlin belə eləyək. Sürəti ayrıca hesablayıram. Nə olacaq? 3-də 3-ü 1-ə vururam. 3. 1-in çıxıram. 2. Məxrəc 4-dür. 4-ü 1-ə vururam. 4. Çıxıram 1-ni. Qaldı burada 3. Məxrəc yenə 5-dir. 5-i 1-ə vururam. 5. Çıxıram 1-ni. 4. Onu yazdıq. Keçirəm indi məxrəcə. Məxrəc 3-dür. 3-ü 1-ə vururam. 3. Üstə 1 gəlirəm. 4. Vurulsun. Yuxarıda 4 məxrəcdə qalır. 4-ü 1-ə vururam. 4 plus 1 eləyəcək 5. Vurulsun. Məxrəc 5-də qaldı. 5-i 1-ə vururam. 5 plus 1 eləyəcək 6. Hamısının məxrəcləri eyni olduğuna görə bunun məxrəci ilə bunun məxrəci, bunun məxrəci ilə bunun məxrəci, bunun məxrəci ilə də bunun məxrəci ixtisar gedəcək. Yuxarıda qalacaq sıra ilə sürətlərimiz 2, 3, 4. Aşağıda sıra ilə 4, 5, 6. İndi burada ixtisarlarımız var. Elə 2-ni 3-ə vuranda birbaşa 6 eləyir deyə mən bunu 6 ilə aparıram. 4-ləri də aparsam yuxarıda 1 qalacaq, aşağıda 5 qalacaq. Düzgün cavab olacaq 5-də 1. Başa düşdünüzmü? Bəli. İndi gəlin izah edeyim sizə dövrü kəsirləri. Olar. Dövrü kəsirlər nə deməkdir? Necə yaranır? Onu izah edeyim birincisi. Məsələn, 2-dir, bölünsün 5 yazır. Fikirləşirəm ki, 2 manatı 5 nəfərə bölə bilərəm mən. Deyirəm, hə, adama 40 qəpik bölə bilirəm mən. Olur 0,4 və yaxud da ki, 0,40. 2 manatı 5 nəfərə böldüm, 40 qəpik düşdü. Bəs deyir ki, 1 manatı 5 nəfərə böl. Hə, bölə bildim, deməli adama 20 qəpik düşdü. 0,20 yazıram, laf. 20 qəpik görəsiniz deyə. Gəl deyir ki, gəl bu 1 manatı 3 nəfərə böl. Gələcəkdir, hamıya 33 qəpik düşəcək. O bircə qəpik var ha, o qıraqlarda qalacaq. Bunu heç kimə bölə bilməyəcəksiniz. Hə, deməli artıq burada bu 3 dövr eləyəcək. Niyə? Çünki bax 1 bölünsün 3 yazıram. Bura 1 0 gəlib virgül ayıracam. Onun içində 3 3 dəfə, 3 dəfə 3 9 eləyəcək. Yenə ondan 9 çıxdım 1 qaldı, yanına 0 gəlirəm. Yenə onun içində 3 dəfə, yenə vuranda 9 eləyir, çıxanda burada qalacaq 1. Yenə 0 gəlirəm, 3 alınır. Görürsünüzmü? Artıq burada 3 təkrarlanır. Deməli, burada artıq dövrü kəsir alındı. Aydındır? İndi dövrü kəsirlərin hesablanma qaydası, çevrilmə qaydası necədir ona baxaq. Məsələn, birinci yazıram burada misal şəklində, yox, ifadə şəklində, düstur kimi. A tam dövrdə B deyirəm. Yadda saxlayırsınız ki, dövrdəki ədədlər həmişə, yuxarıdakı dövrü onu demədim, hansı təkrarlanırsa onu mötərizədə yazmaq lazımdır. Bura 0 tam yazdım.
Burada təkrarən 3, 3, 3 gedir. Deməli, 3-ü mötərizə yazmaq lazımdır. Yadda saxlayırsınız ki, əgər 0,33 yazırsa, elə bu nə deməkdir? 0,3 deməkdir. Və yaxud da 0,4 dənə 3 yazırsa, bu elə 0,1 dənə 3 deməkdir. Nə olsun burada 3-lərin sayı çoxdur. Bu təkrarlanan 3-ü göstərir. Yəni burada 3, 3, 3 gedir. Fərqi yoxdur. Mötərizəni ürəyi hardan istəyir yazır. Məsələn, bu da eyni şey deməkdir. Bax, 0,3 dövrdə 33 yazır. Yenə bu da vergül falan atın, tullayın qırağa o dövrü 0,4 bir dənə yazsanız bəs eləyəcək. Yəni bir şeyi nə qədər təkrar görsəniz, başqa rəqəm yanında görməsəniz, onu bir dəfə yazmaq haqqınız var. Aydın oldu? Amma başqası olsa yazmaq olmaz. Gəlirəm indi bura. A tam dövrdə B-ni yazıram. Bunun çevrilmə qaydası belədir. Mötərizənin içərisindəki ədədlər həmişə 9-un sayını göstərir. Yəni mən mötərizənin altındakı, bu içindəki ədədin altına 9 yazıram. Olacaq onda burada A tam məxrəcdə 9 sürətdə B. Bu oldu bu dövr kəsirin çevrilməsi. Məsələn, nümunə kimi deyirəm. 3 tam dövrdə 7. Gəl bunu çevirək. 7 mötərizənin içində də altına bir dənə 9 yazıram. Olacaq onda 3 tam 9-da 7. Bu şəkildə oxunur gedəcək. Əgər mən orada ifadəni belə yazsaydım, A tam B dövrdə C. Onda bunun çevrilmə qaydası belə olacaq. Yenə A tam qalacaq. İndi mötərizənin içi 9-un sayıdır uşaqlar. Mötərizə ilə vergülün arası 0-ın sayıdır. Deməli, mötərizənin içində 9 yazıram. Vergüllə mötərizənin arasında isə 0-ı göstərirəm. Onda məxrəcə mən yazmalıyam 9-u və 0-ı. Olur 90. Sürətdə isə bu ədədləri birləşdirirəm B ilə C-ni. Bu iki rəqəmə də olduğuna görə üstündə xətt mütləq olmalıdır. Xətt olması deməli səhv yazmısınız. Və mən çıxıram 0-ın üstündəki ədədi. 0-ın üstündə B var. Buraya yazıram B. Eyni misal şəklində baxaq. Məsələn, deyirəm ki, 1 tam 2 dövrdə 7. Bunu çevirmək lazımdır. Deməli, mötərizənin içi 9-un sayıdır. Vergüllə mötərizənin arası 0-ın sayıdır. O zaman yazıram 1 tam. Məxrəcə yazıram 9-u və 0-ı. Yəni 90-da. Yuxarıda 2 ilə 7-ni birləşdirəndə alınacaq 27. Baxın 2 rəqəmli ədəddir. Və 0-ın üstündə 2 var. Buradan çıxıram 2-ni. Bu da qalacaq 1 tam 90-da 25. Aydın oldu mu? Bəli. Bəli. Məsələn, nümunənin dozasını artırıram. 2 tam 3 bir də yazaq burada dövrdə 41. İndi belə olanda eləmək lazımdır. Mötərizənin içində nə qədər ədəd varsa hamısına 9 götürmək lazımdır. Mötərizə ilə vergülün arasında neçə ədəd varsa oraya qədər 0 yazmaq lazımdır. Deməli 2 tam qalacaq. Məxrəcdə mən 9, 9, 0 görürəm. Bura sırayla yazıram. 9, 9, 0, yəni 990. Yuxarıda isə bunun düzünə götürürəm 341-i və mən çıxıram 0-ın üstündə nə var? 3. Həmin 3-ü buradan. O da eləyəcək 2 tam 990-da 338. Bunların hər ikisini məsələn 2-yə bölə bilərsən, ixtisar eləyə bilərsən, fərqi yoxdur. Misal istədiyin kimi yazmaq mümkündür. Bunlar aydın oldu hamıya? Bəli. Bəli. Aha. Bu dövr kəsirinin deməli oldu nəyə qaydası? İndi məsələn, dövr kəsirləri çevirmə qaydasından əlavə bizə misalı belə verə bilər. 0,3, 2, 5, 5, 5, 5 bu cür davam elədi. Deyir bunu düzgün olmayan kəsirə çevir və yaxud da ki, qarışıq kəsirə çevir. Onda nə edəcəksən? Birinci yazıram 0 tam, 3-ü görürəm, 2-ni görürəm, amma görürəm ki, 5-lər çoxdur, təkrarlanıb. O təkrarlanan ədədi mötərizənin içinə yazıram. Olacaq artıq bu şəkildə. Mötərizə o deməkdir ki, bundan çoxdur, bu təkrarlanır. Kim təkrarlanırsa mötərizənin içində yazılır bir dəfə. Aydın oldu? İndi bu dövrü kəsr şəklində yazmışam. Bunu çevirəndə bu 9-u göstərir, bu 0-ı göstərir, bu da 0-ı göstərir. Onda mən məxrəcə yazıram 9, 0, 0. Yuxarıda yazıram 325. Çıxılsın sıfırların üstə nə var? 32 var. Buraya yazıram 32. O da eləyəcək 900-də 293 eləyir səhv eləmirəmsə toplamanı. Aydın oldu mu? Bəli. Bəli. Aydın var. Bu belə. Sonra bizdə nə qaldı? Dövr kəsiri dedik. Dövr kəsirlərlə bağlı. İndi baxaq sonlu kəsirə. Sonlu onluq kəsir nədir? Məsələn, bayaqlar yuxarıda bir şey göstərdim. Sizə bölmələrlə bağlı. 2-ni 5-ə böldüm 0,40 və yaxud da 0,4. 1-i 5-ə böldüm 0,2 və yaxud da 0,20.
Yəni bir şeyi mən tam şəkildə böldümsə, konkret cavabı aldımsa, uzamadısa bu məsələ, deməli onda bu dövrü kəsiri sonlu şəkildə göstərir. Bu dövrü kəsir deyil, yəni sonlu şəkildə göstərilə bildi. Yox, əgər bir şeyi bölə bilmirəmsə, artıq bu dövrü kəsir alınacaq. Yəni sonlu yox, sonsuz kəsirdir. Dövrü kəsirlərin adı sonsuz kəsirlərdir. Yəni bunlar sonsuz olurlar. Aydındır, uzan-uzadı gedirlər. İndi məsələn, sonlu şəkildə göstərmək üçün fikir verin, bir neçə nümunə yazım da buradan qayda çıxardıram. Məsələn, 1-i 2-yə bölə bilərəm. Düşəcək 0,5. Məsələn, 1-i bölə bilərəm mən 25-ə. 1-i 25-ə böləndə fikirləşirəm ki, burada düşəcək 0,4. İndi hardan olduğunu deyəcəm sizə. Bunu bura bir dənə, iki dənə elə bil ki, 0 gəlsəm 100 edir. 100-ü 25-ə bölüb 4 qalır. O da %4 yazanda 25-də 1 eləyir də, ixtisar aparsanız. Bu fərqi yoxdur. Elə ki, indi izahıma qulaq asın. Bunu yazdım. Məsələn, 1 bölünsün, yazıram 8. Burada görürəm ki, 0 tam, səhv eləmirəmsə 375 eləyir. Nə eləyir? 1000-də 125 daha doğrusu. 1000-də 125. Bura yazıram 125. Bu da sonlu şəkildə göstərilə bildi, uzamadı. Bunlar niyə uzamırlar? İndi onun qaydasına baxaq. Ona görə uzamırlar ki, sonlu şəkildə göstərmək üçün məxrəcin vuruqları ya təkcə 2 olmalıdır, 3 hal var. Ya 2, ya 5, ya da 2 və 5 bir yerdə. Aydın oldu. 2 və 5. Məsələn, fikir verdinizmi yuxarıda? 1-i 2-yə bölə bildim. 25-in vuruqları nədir? 5 ilə 5 deməkdir. 8-in vuruqları nədir? 2, 2, 2. Görsəm, yalnız 2 var deyə bunu sonlu şəkildə göstərə bildim. Yalnız 5-lər var deyə sonlu şəkildə göstərə bildim. Hətta 2 ilə 5-in qarışığı olan bir dənə ədəd yazıram. Bura 50-də 3. 50-nin vuruqları nədir? 5 vurulsun, 5 vurulsun 2. Bax, həm 5 var, həm 2 var. Aydındır, həm də 5 var bu şəkildə. Deməli, onda bu vuruqları məxrəcin 2 ya 2 olmalıdır, ya 5 olmalıdır, ya da 2 ilə 5 bir yerdə olmalıdır. Onda bu kəsiri sonlu şəkildə göstərmək mümkündür. İndi sonlu şəkildə göstərməkdən ötəri birinci növbədə ixtisar varsa ixtisar eləməlisən, sonra məxrəcin vuruqlarına baxmalısan. Yəni, əsas sizin qeyd edəcəyiniz bir şey məxrəcin vuruqlarının 2 və 5 və yaxud da ki, yalnız 2, yalnız 5 olmağından ibarət olmasıdır.